Salam, bu kokteyl. Burada fərqli insanları, fərqli mövzuları və bəzən bir-birinə yaraşmayan sualları bir masada qarışdırdıq. Bugünkü qarşının içində sürücü var, sərnişin var, pul var və bir maşının içində tez-tez görülməyən sərhədlər var. Qonağımız uzun illər sürücü kimi çalışmış və bugün taksi eksperti kimi fəaliyyət göstərən Ruslan Məhərrəmovdur. Ruslan, takdilə xoş gəldinsən. Hoş gününüz olsun. Salam Orxan və xeyirli olsun. Çox sağ olun. Bu gün öyrənəcəyik. Taksidən kim kimə nə borcludur, pul ödəyən sərnişin nə tələb edə bilər, xidmət göstərən sürücünün sərhəddi hardan başlayır? Ruslan, sən artıq bildiyim qədərilə taksi fəaliyyəti ilə məşğul deyilsən, yəni taksi sürücüsü kimi çalışmırsan. Amma mənə həmişə maraqlı gəlib ki, yəni mənə görə taksi elə bir peşədir ki, insan bu peşədən ayrılsa da, peşənin bəzi məsələləri insandan ayrılmır. Sənə görə taksi peşəsində səndən qalan nə olub? Birincisi taksi bir peşə deyil. Aha, taksi bir peşə deyil. Onu burada avtomobil də edirsən. Ona qalsa Azərbaycanda nə qədər sürücü varsa şəxsi avtomobilin, onda hamısına peşə sahibi deyil. Yəni bu peşə deyil. Sadəcə xidmət sahəsidir. Xidmət sahəsi insanlara xidmət göstərirsən. Vərdiş cəhətdən çox illər taksi sürücüsü işləyən insanlar bir növ psixoloq kimi formalaşırlar. Yəni əyləşən əgər sırf bir insanın məqsədi taksidə, yəni ki, çörəyimi qazanıb bilmək gedir, elə işləyimsə, yox, ötəri yox. İllərlə artıq insanları tanımağa başlayır. Hansı insana hansı tərzdə danışmaq lazımdır? Dalam sərxoş vəziyyətdə olan insana hansı tərzdə danışmaq lazımdır? Bunu sırf illərin taksi sürücüsündən söhbət gedir ki, işləyənlər artıq bilir. Oradan mənə qalan müəyyən qədər insanları tanımaq olur. Harda hansı sözü demək olar, harda nə danışmaq olar. Bir növ məni oradan belə deyək də qaynaqlanıb bu. Psixoloq kimi yetişdirib deyiləm bir növdür. Psixoloq maraqlıdır. Psixoloqlar xətrinə deyilməsin, mən psixoloq deyiləm. Sadəcə insan xətrinə. Mən sizinlə razıyam bu baxımdan. Niyə görə? Hər bir insan özünün psixoloq olmalı. Müəyyən qədər. Həyat onu tələb edir. Özünün bərqərahtda hər bir insan, yəni zaman keçdikcə, yaş ötdükcə insanları da tanımağa başlayır, özünü də tanımağa başlayır. Buna görə də mən düşünürəm hər bir insan müəyyən qədər psixoloqluğu bilməlidir. Psixologiyanı bilməlidir. Hamı da bilmir də. Təbii. Ona görə bir çox insanlar normalda psixoloqa ehtiyacı olur. Təbii. Mənə çatmır da, yəni buradan psixoloqları incimədim məndən. Bir adam gedib pul verir, niyə görə dərdin kiməsə danışıb, məsələn onu da dinləməlidir, o da mənə məsləhət versin. Düz deyə bu hər insan səbəblidir. Təbii ki, boşaltmalıdır ki, o stresi falan çıxardasan, o əslində normal. Gələn mövzumda işarədir bu və psixoloqları Bəli, əgər kimsə bizim sözlərdən olmaq istəyirsə, gələr, asıl müzakirəyə hazırıq. Ki mən də əslində burada tam səninlə razı verilən psixoloq məsələsində nəyə görə? Bir var sən belə deyim də, situasiyanın içindəsən, sən həmin situasiyayı yaşayırsan, onun hisslərini falan filan və sən nəyisə görməyə bilərsən. Bir də var, qıraq bu hissləri yaşamayan adam qıraq elə bir baxışına baxır deyə, məncə psixoloqlardan ya da sənəftin bu qədər də aşağılamaq lazım deyil Orxan bəy. Qohumda psixoloq var. Bəlkə də bilmirəm. Doğru, bəlkə də bilmirəm. Yəni hər qohumunda. Yəni mənim tanıdığım psixoloqlar çoxdur, buradan da salamlayıram, hamısına hörmət edirəm. Yanaşıram, amma bu mənim şəxsi fikrimdir. Nəyə görə taksiçilik fəaliyyətini dayandırdın da indi? Bir növ mən daim taksi işləyəcəm bir anlayışda yoxdur və taksi işləyənlər deyim daha hazırda daim işləyəcəm, buna ömrümün sonuna kimi elə bir anlayış yoxdur. Müəyyən bir iş çıxır, dəyərləndirirsən, o işlə məşğul olursan sonra. Yəni hər hansısa xüsusi bir səbəb falan. Əslində müəyyən bir səbəb o idi ki, bu transmediya şirkətləri deyildi əvvəl buna, sonra da indi Azərbaycan yerüstü nəqliyyat agentliyi bunları artıq Azərbaycanda rəsmi qeydiyyata aldırdı, onlara artıq taksi şirkəti demək olur. Onların müəyyən qədər mənə yaratdığı qızıllar idi, yəni qiymət idi, siyasətləri idi, anti-insarçılıqlar idi burada, düzgün rəqabət getmirdi və bundan da mən klassik taksi işləmişəm, yəni dayanaraq fəaliyyət göstərmişəm. Müəyyən qədər bir toplam hesab alsaq 90-100 gün şirkətlərlə sadəcə yoxladım ki, görüm də mən də çəkdiyim işləyim. Gördüm yox, bu qiymətlər məndə bildiyiniz əsəb stres yaradır. Yenə də eyni qaydada fəaliyyətimi dayanaraq taksi fəaliyyətini göstərdim. İşlədiyin illərdə elə bir hadisə olubmu ki, öz-özdən demisən ki, mən artıq işləməyəcəm və bitirirəm bu işi. Olur, belə indi dediyim məsələ nə olur? Məsəl üçün, bilmirəm, yadınıza gəlir 80 qəpiyə, 1060 qəpiyə taksi var. Biz dayanırdıq, minimum gediş, indi müştərilər deyəcəyinə, sizin uzbatırızdan biz taksiyə minə bilmirdik. Minimum 3 manata, yəni
harasa anaqdəsindən belə desən, yaxın məsafədə söhbət gedir, mantığa gedirik. Yanımdan gəlib 80 qəpiyə, 1 manat 60 qəpiyə aldı ki, çöləyin qiyməti 70 qəpiyə idi. Yəni ki, müştəri aparırdılar. Yəni bu kifayət qədər qısa yaradı. Deyirdim artıq, yəni işin də bir duzu getdi də, yəni duzunu apardı bu şirkətlərə. O momentlərdə olurdu ki, onlarda olurdu ki, adam işləmək istəmirdi. Yəni müştəri də qıramıram, müştəri onun üçün avtomobilin nə fərqi yoxdur. Məni gəlsin A nöqtəsindən B nöqtəsinə. Onu ucuzdur, istifadə edirdi. Əslində burada müştəri bir şey yoxdur. Müştəri bir söz də bir niyə deyirəm. Sadəcə bax beləsinə qiymət məsələsi doğrudan adamı bir ara deyirdi ki, o vaxtdan söhbət gedir ki, artıq duzu qalmadı, işləməyin bir mənası yoxdur. Taksidə müştəri nədən maraqlıdır? Birincisi, taksi sürücüsü necə olmalıdır? Yəni, bir dənə forma səliqəli olmalıdır, mədəni olmalıdır. Çünki bu xidmət göstərir. Necə ki, Türk xidmət sahələrində gülərüzlük, tərbiyə, mədəniyyət, avtomobilin səliqəsidir, xarici, daxili təmizliyidir. Hamısı yerində olmalıdır. Bu bir nömrəli bir tərəfdir. Müştəri, məsəl üçün, əyləşir. Talım, adicə bir radionu asmaq var ya, qarşılıqlı olmuş müddətsiz. İcazə almaq. Bəli, burada sürücü narazıdırsa, müştəri istəyirsə, açılsın, elə bir anlayış yoxdur. Qarşılıqlı, hətta pəncərənin belə açılması qarşılıqlı olmalıdır, razılaşma əsasında. Müştəri istəyir, amma sürücü istəmirsə demək açılmamalıdır. Və ya sürücü istəyir, müştəri istəmirsə genelde açılmamalıdır. Bilirsinizsə, qarşılıqlı olmalıdır. O ki qaldı, məsəl üçün, avtomobilin müştəri əyləşir, müştəri sərxoş vəziyyətdədir, kifayət qədər sərxoş deyil, artıq özünü idarə edilmir. Kənarda müşahidə edəni görürsən. Üstü başı çikt formadadırsa, bu müştərini taksi sürücüsü götürməmə ixtiyarı var. Birbaşa. Və yaxud avtomobildə əyləşib yol gedirlər. Nəsə qeyri-etik bir davranışda falandır, olan halda. Təhlükə də yarada bilər, bunu sürücünün fikrini də yayındıra bilər, qəza ola bilər. Nəsə qeyri-etik davranış da ola bilər orada, sürücünün ixtiyarı var avtomobili yandırsın, müştərinin avtomobili tərk eləsin ki, avtomobili tərk elə. O halda da indi bilirik də nə olur, müştəri şikayət edir ki, mənim maşınımdan düşür. Müştəri demir, mən mən demir, birbaşa şikayət edir. Şikayət edəndə də sürücünün reytingi düşür, reytingi düşəndə də artıq bir sifariş vermiş, onu da atırlar, bloka gedir belə. Bayaqki mövzuya bir də başqa bir tərəfdən yanaşmaq istəyirəm. Dediniz ki, taksi sürücüsünün hüquqlarından danışdıq. Bəzi əlilliyi olan dostlarımız var ki, təkərli oturacaq istifadəçiləridir. Bir çox taksi sürücüləri gəlib görəndə aparmırlar. Yəni imtina edirlər ondan. Yəni bu nə dərəcədə doğrudur? Ən azından insanlığa sığmayan bir haldır ki, yəni ki, sən görmüsən ki, insan təkərli oturacaq istifadəçi əlilliyi olan şəxsdir. Yəni bunu aparmamaq kimi bir hüququ qaydası var yoxsa? Baxın, bizdə indi bilirsiniz ki, London deyilən taksilər var. Onların qapını açanda siz əlillik arabasından istifadə edən yəqin müştəriləri nəzərdə tutursunuz da, müəyyən qüsuru olan insanları yox. Bəli. O digər avtomobillərdə yoxdur da, yəni çıxsın belə avtobuslarda falan. Ən azından o insanlıq artıq belə deyək də, taksi sürücüsü hər hansısa müştərini şəxsi sürücüsü deyildi. Təbii. Xidmətdir bu. Sifariş verdi, gəlib onda məntiqlə belə çıxır ki, sifariş olunursa, gəlib qapını da açmalıdır onun üçün. Fərqi yoxdur kimdir, fərqli işləri. Və onlarda o olmadığına görə, o məsəl üçün sifarişin başa düşürəm, mən restoranda sortalamayıb sabah Allah razı, mən də əlli ola bilərəm, yəni əl arabasına ehtiyac ola bilər. Bəlkə mən də o anda o cür yanaşa bilərəm. Normal o vəziyyətdə deyiləm, amma ümumi götürəndə taksi sürücüsü heç kəsin şəxsi sürücüsü deyil. Pul müqabilində A nöqtəsindən B nöqtəsinə xidmət göstərir. Onu onun insanlıq bir borcu yox. İnsanlıq eləyə bilər ki, hə, bu əl arabasındadır. Bunun indi özü düşə bilərsə arabadan özü düşər maşın qapısında. Şərməsə kömək eləyə bilər əyləşməyə, arabanı qoyar avtomobilin bagajına. Bu artıq insanlıq bir xüsusiyyətdir. Amma elə bir xidmət, yəni ki, bunu eləməlisən, elə bir taksi sürücüsünün öhdəliyi yoxdur. Yəni elə bir öhdəliyi yox. Bununla bağlı bir şey soruşum. Məsələn, əgər adam 2 nəfərdirsə də belə deyim. Köməkçisi var. Yəni köməkçisi var, özü qoyacaq maşına da belə deyim də, adamı da arabanın da bagajına qoyacaq, yəni. Onda necə? Yəni burada mənə nə maraqlıdır? Yəni əlilliyi olan şəxsi aparmamaq kimi bir şey var, ixtiyarı var, yəni. Yoxdur. Mən aparmıram. Məsələn, hə, bir var sərxoşluq başa düşülən. Yoxdur. Yox, aparmalı. Hər bir onun yanında adam varsa, kömək eləyir, avtomobilə əyləşirsə, onu aparmıram deyə bir anlayış yox. Elə bir, amma bir dənə həmmə var burada. Həmin əl arabası, bagajı, məsəl üçün deyək ki, orada artıq yerləşmir, tutmursa, onun
elə deyək də, Ha, çox bərindən sual harada. Yox, heç o təbii ki. Mən maraqlıdır, Mustafa bəy. Taksi işlədiyi dönəmdə maraqlı nə hadisələr yaşanır? Maraqlı hadisələrdən birini danışsa, ən maraqlısını danışsa, məncə tamaşaçılar üçün də maraqlı olar. Maraqlı sözü çox işlətdim mən. Sensasiya. Sensasiya biraz belə kriminal olub, nəsə üçün bəlkə də o anda xəsarətini yetirir bilər. Yəni müştəri götürmüşdü, apardırmışdı ya. Artıq şübhəli yolda şübhəli sər yaşadılan artıq bilirdim o deyil. Təsadüfən polis əməkdaşı, post patrul əməkdaşı gördüm ya. Biz elə bir vəziyyət idi ki, ortam idi ki, orada nəsə alınmırdı. Mən post patrulla necəsə işarə eləmişəm, yəni gözlə necəsə, o gəlib arxamızda, o sayışın işıqları söndürüb gəlir. Sonra mən aparat, onda mən Diana taksi olmuşam. Qabaqdan sola dönmüşəm, ara bir qaranlıq küçə, yaşayış olmayan bir küçə. Gəlib dağılma dirənəndə artıq post patrul əməkdaşı. Müştəri polisin gəldiyini Yox, çünki söndürüb baxır. Sayışın işıqları da ona qoşdu. O ağladım olur, maşının işıqlarını dursun. Həmən dar küçəyə girəndən bir müddət sonra yandırıb sayışanda bunlar artıq düşdülər, təşvişə düşdülər. Yəni planları çox ki, məni soymaq idi. Yəni onda. Düşdülər maşına nəsə manat danışmışdı, 15 manat danışmışdı, nəsə 10 manat atdılar. Mən də qaranlıqdan. Çıxdılar, getdilər qaranlıqda yoxa çıxdılar, bir də baxırsan çöllük. Çıxdılar, bunlar gəldi, bəs işarə elədin, biz şübhələndik də belə. Bəs deyir, burada sən də hadisi olub, deyir. Hoca polis bilir. Dedim də necəsə bəxtim gətirib. Yəni o cəhətdən bəxtimdə orada nə baş verərdi, nə olardı, 2 nəfər idi. Yəni şübhə yaranmışdı belə bir şey. Gülməli hadisələrdən nə oldu? Gülməli hadisə elə olub ki, məsələn, gəlin belə deyək, plan var. Yəni məsəl üçün restoran qarşısında müştəri çıxıb, çox piyanlı içkilidir. Hara gedir, Dazlıq tərəfdə gedirdi. Çıxardıb 50 manat verir ki, mən apırıra, xanım müştəridir, anası ilə. 50 manat bunun qalığını qaytarır ki, yəni oradan ora elimlərdə qalmadı. 6 manat maksimum yazır, qiyməti yazır, yox qiyməti 5-6 manat belə. Qaytaran pulunu deyir, lazım deyil. Əslində gülməli elə də gülməli deyil, mənə gülməli gəlirdi nəyə görə. 70-60 yoxana çıxardı bilən dərdi. Səni ayıb olsaydı o eləmədi. Deyirəm, vermişsiniz bəyaqları. Hətta onun pulun qalığını da qaytarırdım sizə. Götürmədiniz. İndi təzədən verirsiniz pulu. Yox, qalsın. Siz hələ bununla kifayətlənməyin. İndi sürdürür məni dükanın yanına. Orada da məktəbin yanında dükan. Dükana girib, nəsə alır, gəldi bir dənə də 50 verir. Deyirəm, nə olub da, nə baş verir belə. Yəni orada ora, yəni belə. Maraqlı. Daha çox maraqlı bir şeylər də olub. O biraz qarşılası deyil. Taksi üçün taksi məhkəməsi rubrikası var bizdə. Biz elə situasiyalar deyirik. Birinci hökm oxunur. Hökmün içində sürücü haqlıdır, sərnişin haqlıdır, ikisi də haqsızdır. Birinci hökm oxunur, sonra artıq hökm açılır ki, nəyə görə? Sürücü haqlı idi və yaxud müştəri haqlı idi və yaxud da hər ikisi də haqsız idi. Başlaya bilərik. Mən da hakim oldum. Bəli. Sürücü gəlir, yerindəni vurur. Sərnişin də oradan ya vurub, ya yazıb ki, 2 dəqiqəyə düşürəm. 7 dəqiqə, 10 dəqiqə keçir, belə deyim də. Müştəri gəlir. Müştəri gəlir və sürücü imtina ləğv eləyir. Ləğvdən sonra müştəri görüb ki, məsələn 10 dəqiqə sonraki ləğv olunub və belə deyirəm, əsərləşir müştəri. Hökm nədir burada? Sürücü haqsızdır. Yəni 10 dəqiqə ilə heç bir şey. Gözləmə də problemdir orada. Gözləmə də var, hesablama da doğru. Yaxşı, bəs belə deyək. Sürücü nə qədər gözləməlidir? Normalda da bir standart yoxdur, amma şirkətlər elə bir şərait yaradıb ki, gözləməli də bu hesabladığına görə belə maksimum götürsək 10-15 dəqiqə civarında gözləmək olar, yəni. Onun da pulunu zaten hesablanır. Sərnişin başında oturan kimi deyil. Bu musiqini söndürür. Bu normal tələbdir, yoxsa danışıq formasından asılı olaraq hörmətsizlik ola bilər? Baxır orada sözün intonasiyasına, qışqıra deyir, yoxsa normal tərzdə deyir, amma hər bir halda sərnişin söndürülməsini tələb edə bilər. Haqqı var. Haqqı var. Amma intonasiya söhbəti vardır. Onun sürücüyə qızıq yazması da gərək. Normal şərq qaydada isə musiqini söndürün, deməz söndürüləsin. Dinləmək istəmir.
Kişi sürücü qadın sərnişinlə söhbətə başlayır və birinci adi suallar verir, sadə suallar verir. Sonra şəxsi mövzulara keçir ki, məsələn, ailəlisi, sevgiliniz var, hətta tanış olmaq istəyinə qədər belə deyim, mövzunu uzadır. Sərnişin isə söhbətə maraq göstərmir. Sürücü bunu sadəcə səmimi ünsiyyət və tanışlıq kimi görə bilər və hansı andan etibarən bu artıq şəxsi sərhədi keçmək sayılır. Xanımın onun suallarına cavab verdiyi andan artıq keçir də. Xanım əgər cavab vermirsə başdan, sürücü bir-iki sualdan sonra zaten deyənəcək. Yəni bir söz qarşılıqlıdır da hər şey. Yəni mən də işləmişəm. Məsəl üçün mənə falan müştəri sual veribsə, normal məsəl üçün də heç mənim şəxsi həyatım maraqlı olmuyor. Sual veribsə, cavabını vermişdir, cavabını indi söhbət eləmək istəyirəm, mən də xidmət göstərirəm, indi başa düşdüm, hə, indi stressli olur, bəlkə nəsə bilmək istəyir falan, hə, soruşur. Amma sürücülü müştəridən nəsə soruşmağı məncə normal bir şey deyil. Yox, sən A nöqtəsindən B nöqtəsinə aparmalısan da, sənin işin budur, yəni indiki vəziyyətdə. Hə, müştəri nəsə sual verərsə, onda hə, dialoqa girərsə, siz dediyiniz ola bilər də indi taksi sürücüsüdür deyə bir xanımla tanış ola bilməz bir şey yoxdur da, maşın yəni ola bilər xanımın da ondan xoşu gələ bilər. Burada normal bir şeydir. Əgər qarşı müştəri sual verirsə, sualın nəticəsi bir-birinin danışığını aparıb ona çıxardırsa, normaldır. Yox, əgər sürücü elə dirənibsə, ondan cavab gəlmirsə, artıq yəni orada kəsilməlidir. Yəni, Bu məqamda sürücü haqsızdır. hə, sürücü müştərilə danışmaq cəhətdən haqsızdır. Sərnişin sərxoşdur, amma aqressiv deyil, özünü normal aparır. Sürücünün onu aparmaqdan imtina etmək kimi bir haqqı var yoxsa ya? de yarım bakan, Allah hakkı yarım bakan oğlumun az günüdür. Buran hakkı. Bir bakal pivəsi. Bir bakal yok. Hadi yarım bakal. Bak o çıktılı bakal var ha. Aziz qardaş. Kiminsə sərxoş olub özünü normal idarə etməyi indi belə deyildi. Bilirsiniz ki, içki içəndə bir çoxu artıq içərinə gedən müəyyən prosedurlar olur. O artıq çölə çıxmaq məcburiyyəti olur. O nöqteyi nəzərdən o sürücü onu necə bilər ki, o maşını bulaşdıracaq ya yox. Yəni aparmamaq ixtiyarı var. Artıq onun içki olduğunu müəyyənləşdiribsə sürücü, aparmamaq ixtiyarı var. Burada da sürücü haqlıdır. Növbəti. Deməli, sərnişin telefonunu maşında unudub. Sürücü bunu yalnız növbəti sifarişdə bilib də ki, bəs telefonu Avtomatlı unudub. maşın. Mən bildiyim qədərilə qanunvericiliklə qaytarmaq, yəni verə bilər. digər polis bölməsi, yəni bunu qaytarmalıdır da, yəni belə deyim, özəlləşdirək, mənimsəyə bilməz də. Bu necə tənzim? hə, məsələlər gətirdisə də, bu bir yoldur, bir xərc. Müştəri ödəməlidir. Müştərinin xərcini ödəməlidir, əlaqəlidir. Və yaxud da yenidən taksi sifariş verib, həmin sürücü olduğu yerə getməlidir, həmin telefonu götürməlidir. Və yaxud da ki, sürücü həmin telefonu yaxınlıqda yerləşən polis bölməsinə təhvil verməlidir, sonra problem olmasın da. Verməlidir ora ki, bu mənim filan tarixdə, filan sifarişimdə qalan bir müştərinin telefonudur, sənin onun səlaqə yaradığı necəsə telefonu təhvil ver. Mən filan yerdəyəm, gətir bura ver, tələbini edə bilməzsən. Get götür ya da ki, denən xərci nədirsə, oradan buran yol haqqı, mən o ödən şey deyim. Şəhadətnamə məsələləri maraqlıdır. Məncə bu şəhadətnamə imtahan qaydalarından sonra, qoyulan bu qaydalardan sonra nələr dəyişdi taksidə? Taksi sürücülərinin şəhadətnamə alması müəyyən bir orada müəyyən biliklərə standart şeylərdir orada, onlara sahib olmalıdır. Nələri dəyişdi? Fikir verirsiniz, əvvəlki kimi taksidə şikayətlər yoxdur. Var, az çox, yəni yüngül bağırı var, amma əvvəl kifayət qədər soğuk idi. Kifayət qədər, həddindən çox idi. Müəyyən qədər onun qarşısını alır. Müəyyən qədər yox, kifayət qədər alır. Yəni, Azərbaycan yerçisi nəqliyyat agentliğinin işinə də bir köldə salmayaq, amma müəyyən qədər təsir olur. Amma orada bir məsələ də var ki, taksi işləməyən insanlar da var ki, avtomatik ki, 7 illik şəhadətnamədir. Birdən də lazım olar istifadə edərəm də, yəni. Amma təsir olur. Əvvəl mən müşahidə eləmişdim ki, hətta bəzi cavan şəxslər var ki, rayondan gəlib taksi işləyirdilər, hətta evləri olmadığına görə taksidə gəlirlər, maşında gəlirlər. Siz mən başqasını deyim, hətta çinmək üçün yanca doldurma məntəqələrində olan belə deyək, ayaq yolunda gedib orada pistolet dediyimizdən yürünəli səbəbi olur. Hətta elədir. O ki, qaldı rayondan gələ bilər normal. Bu Bakı heç kəsin şəxsi mülkü deyil, heç kəsin də. Necə Azərbaycan hər bir bölgəsi, hər bir vətəndaşındır. Sadəcə olaraq müəyyən bir kənd təsərrüfatından məşğul olmayanlar falan nə edə bilər? Həm sürücü vəsiqəm var, gedim Bakıda
taksi işləyəcən anlayışı ilə gəlib işləyirlər. Çox əfsuslar olsun, cavanların nəinki bölgələrdən gələn, hətta Bakının özündə də bir çoxları gömlənirdi taksiyə. Əvvəl daha çox idi. Müəyyən qədər, hətta bu şəhadətnamə məsələsi müəyyən qədər onun da qarşısını aldı. Çünki 22 yaş mütləq olmalıdır. Müəyyən gənclər taksiyə üstün. Yəni peşə sahibi olmaq falan istəmirdilər. Ən azından bunu nə dəfələrlə demişəm ki, dost mərkəzi var, yaxınlaşsınlar, peşə seçimləri var. Hətta elə anlar olur ki, sənə müəyyən qədər yol pulu da verirlər. Taksi də bəyanları bunu bir iki dəfə deymişəm, təkrar deyil. Yəni, taksi bir öz avtomobilin varsa azadlıqdır. Yəni istədiyin vaxt işə çıxırsan, istədiyin vaxt yatırsan, istədiyin vaxt durursan. Hətta mən bunu bir iki dəfə demişəm, taksi oturacağı məmur kreslosu kimidir. Yəni oturduğunsa oturmaq istəmirsən. Bu artıq burada psixologiyadır. Sənin rahatlığın, sərbəstliyin var. Burada indi maddiyyat deyil. Taksidə nə maddiyyat var? Biraz o sərbəstlik var deyə müəyyən gənclər də ona görə istəyəndə çıxar, yatmışam. Nə bilim, o artıq tam pul dalınca yox, günlük xərcini çıxartmaq üçün yəni rahatsız zərdən işləyir. Xidmətin belə deyim də, keyfiyyətinin artmasına hər hansı təsiri oldu, yoxsa belə bir növ elə həman var. Nəyə görə? Bir dəqiqə şikayət olunanda həmən şəhadətnamə alan sürücünün şəhadətnaməsi ləğvi mümkündür. Yəni qaydalar ona imkan verir. Hətta taksi avtomobilinə buraxılış kartı olursa, həmən avtomobilin kartinlərlərinə, yəni ki, qərarlar imkan verir. Ona görə istəyən olsa belə müəyyən qədər onları göz önünə gətirir ki, mən almışam bir də şəhadətnaməni, get, oxu, al, nə qədər vaxt keçəcək, ondan sonra işsiz qalacaq, yəni gəlirsiz qalacaq. Və yaxud avtomobil almışamsa, ləğv olunsa, ikinci dəfə müraciət edəməyəcək Bakı üzrə. Çünki 25.000-dən aşağı düşməlidir. Qubato 25.000-də, amma 43.000 dəqiqə var. Gərək 43.000 25.000-dən aşağı düşsün ki, həmən sürücü həmən yenidən standartları cavab verən avtomobilə kart alsın. Ona görə müəyyən bu itirmə təhlükəsi olduğuna görə məncə təsiri var. Taksi biraz qəribə yerdir, çünki 2 dənə yad insan bir maşında oturur. Və bəzən sərnişin olur ki, yəni 20 dəqiqə ərzində, o həmin 20 dəqiqəni yol ərzində ən yaxın dostuna danışmadığı mövzuları həyatında belə deyim, problemlərini taksi sürücüsünə danışır da. Taksi sürücüsü sərnişinlər haqqında insanların düşündüyündən də daha çox şey bilirmi? Əgər bütün bunları nəzərə alsaq. Ona görə deyil, bu oldu. Plus da burada bir məsələ də var ki, o müştəri əyləşibsə, o bilir o sürücünü haçan görəcək və yaxud o sürücü ilə rastlaşacaqmı? Ona görə rahat sərbəst formada deyirdi öz fikirlərini. Belə deyim də, mövzuda bir də maraqlı olan şey, taksidə eşidilən taksidə qalmaq. Taksinin bir kodeksi var da, qanunu yazılmıyor. Sən maşında baş verən səndə qalmalıdır. Vəssalam. Bu yazılmayan bir qanundur. Onun kimsə danışa bilər, at çəkmədən falan nəsə danışa bilərsən, amma ola bilər məşhur adamla otura bilər maşınına. Nəsə də ola bilər orada baş verə bilər. Sən onun adını çəkmədən nə deyə bilərsən, məşhur adam əyləşmişlər, belə bir şey olur. Amma adını çəkib demək olmaz da. Ya bu yazılmayan bir kodeks, qanundur. Yəni bu sənin maşında olur, sənin yanında olursa, deməli orada da rəsm. Yəni bu nəsə bir kişiyə xas olan bir şeydir. Yəni vurğumun olmalıdır. Kişi dedir bir məsələ yadıma düşdü. Son vaxtlarda xanımlar da taksi sürücüsü işləyirlər. Ya bu məsələyə necə baxırsınız? Getməyimə bir şey bə. Taksi dədə-babadan kişi oldu. Yəni məsələ gəldi deyirəm, işləyə bilər, normal onda ehtiyacından işləyir falan zat. Amma nəzərə alsaq ki, taksidən daha çox kişilərin də istifadə edir müştəri olaraq da. Yəni bu istər-istəməz biraz qadınlar da psixoloji baskı altında da o şey deyə bilər, qala bilər. Yəni qadın işləyir də, yəni. Bu xidmət deyən qadın sahəsi deyil də, yəni. Etkiməyə bir şey, yaxçısı. Bir məsələ var. Eminin bayaq verdiyi suala, hekayələrlə bağlı bir çox hallarda başıma gəlibdi. Bir çox taksi sürücüləri heç birinin hamısının adətən başqa peşələri olur. Məsələn, deyir mən 2 diplomum var. Bəli, 2 diplomum var, amma taksi sürücüsü həvəsə görə işləyirəm. Və bu nə dərəcədə düzgündür? Yəni kiminsə bir ikinci iş kimi işləmək bir qadağa yoxdur. Bir dənə bir şey. Məsələn, başqa bir şey deyim. Adam var, kişi gücü varsa taksiyə çıxırdı ki, tanışlar məqsədi. Adam var, deyir birinci işdən gəlirim, o qalsın, mən taksi ilə gündəlik öz xərclərini çıxardı. Təbii ki, adam var, ehtiyaclarına görə çıxır işləyir. Adam da var, bilmir niyə çıxıb taksi işləyir.
Yəni əsas o da işləyim, yəni nə məntiqdir. Yəni işim var da gəlirəm mən. Adam tanıyırdım ki, yaşlı insanda düzdür. Aya 2000 yaxın pensiya alır, amma çıxır taksi işləyir. Sənin gəzən vaxtın deyə. Al pensiya almısan, çıx gəz hərəkət elə. Hərəkətdə, fiziki hərəkətdə olmalısan da. Amma sən halbuki yenə oturaq həyat keçirirsən. Biraz ömrünü qısaldırsan da, sən fiziki cəhət 2000 yaxın pensiya alırsan. Çox hərəkət edir. Sən yaşlı indi demirəm, hər kəsin öz problemi, öz ehtiyacları var öz yerində. Bilmək olmaz onun nə problemi var, nə qədər ehtiyacı var. Amma problem olan taksidə oturmur da, yəni o saatlarla. Alırsan da o qədər pensiyaya. Biraz sırf gəz, somuz Azərbaycan bölgələrini gəz, fiziki hərəkətdə olur, nə olur da, yəni. Həmçində bu digərlərinə də aiddir. Yəni sənin gəlirin var da, qoy taksidə işləyən İhtiyacı olan işlə. hə də işçi taksi olan bu adam ümidini bağlayıb bu gəlir, hə, o işləsin də. Nə olur? Nə baş verir? Yəni hara gedirsən tutulurlar. İndi qonağımızın bir də sualı varsa, Həmin Niyə 2 nəfər? Niyə aktyor olaraq podkast verişi və podkastın adı kokteyl olduğuna görə niyə üstolda kokteyl var? çox xahiş edirəm, bir belə suallar. Həmzəsində bir anda cavab verirsiniz. Buyur Elvin. Yeni 2 nəfər. 2 nəfər belə deyim, bundan öncəki efimizdə də biraz xülasə keçdiyin belə deyim, kokteyrin yaranmağına. Mən ayrıcalıqda özüm YouTube platformasını belə deyim, Onlar gəldi faz oldu. izləyirdim və daxil olmaq istəyirdim və müxtəlif belə deyim də növləri fikirləşirdim ki, podkast stilində ola bilər, özümü çəkmədən bu o Bu sən o efirdən verərsən, nə edir? və sadəcə insan olaraq elə tip insanam ki, tək nəsə eləməyi və tək nəsə başlamaq istəyən adam deyiləm, həqiqətən də bu. Burada mən demişdim ki, adam axtarırdım. Hə. Və belə deyim, bizim bu teatr Bazararsan. tək bazararım. Mən də bir çox işin dərsindən tək gəl. Deyəsən sən də səhvəsiz mühasibəsiz. Yox. Sonra heç Orxanla bölüşdüm. Dediyim ki, sağ olsun dəstək oldu. Dedi ki, mən də belə bir müddət düşünürdüm də elə YouTube-a daxil olmaq falan filan. Sən də bilirsən, bəlkə elə bir yerdə şey eləyək. Dedim, onlar da mən dostca tək hissini xoşlamıram demək. Soruşdu ki, necə bir podkast fikirləşirsən? Yəni hər hansısa mövzu falan var. Deyirəm, amma bir mövzu bir nəyəsə üzərində məsələn də bu texno podkastı, məsələn texnologiyalar haqqında danışır və falan elə deyil, həyatı bir şey istəyirəm. Yəni hər Qarışıq mövzular hər sahədən. hər şey olsun və bu moment ortanın Bu məqamda işə düşdü beyni və kokteyl Baş bir düşünər ki, baş bir şey düşünər. və kokteyl adı yarandı və Haqqı adı da doğrudan. Bəli. Ya ona görə ya qarışıq bəli. Kokteylin də içində daxilində qarışıq ingredientlər olur, yəni məhsullar olur. Belə- Ona görə düşündü ki, alın yerə kokteyl təklif elədi ki, bəs onda bir dəqiqə qarışıq istəyirsənsə kokteyl olsun, kokteylin yaz bir yerə, heç kimin yanında da demə adımızı uğurlayarlar. Deyirəm, ay narahat olmaz, sonra da bir il bir il keçsin, ondan sonra başladı. başladı. Başlayır. Bəli. Söylə, ikinci sual nə idi? Elə bu iki Niyə də daha nəfər? ola adamın verdiyi Ya aktyor olduğunuz halda sırf əlavə gəlir qazanmaq üçün amma badar. aktyorluqdan ondan daha səmərəli istifadə edirəm. Elə biz də burada aktyorluq edirik də. Mən də belə müşahidə edirəm. Üçüncü suala gəldikcə niyə sponsorda kokteyl yoxdur? Buradan sponsorlara səslənirik. Olmuyor. Bizə dəstək olun. Bizim büdcəmiz yoxdur təbii ki. Təbii studiyanı idarə götürürük, ödənişin öz gündüzümüzə edirik. Onu da Hatta kartın kodunu yazarsam kömək eləyərlər. Sponsorlara səslənirik. İmkanlı şəxslərə səslənirik ki, bizə dəstək ola bilərsiniz. Və orada bir şey yadıma düşdü. Cəmaatı gətirdim. Ya, təbii ki, bunlar zarafatdır. Həqiqətən də yəni bizim məqsədimiz odur ki, öz studiyamızı yaradaq, öz bu kokteyli bir brend halına çevirək və bunun üçün də gecə gündüz çalışırıq. Sağ olsun Elvin bu baxımdan daha yaxşı bilir bu texniki məsələləri. Ona görə də onları yükləmişəm Elvinin üstünə. Boyu balaca olsa da çox yük götürmədən Bir şeyləri, hər şeyi yüklük mənim istədiyim olar ki. hər şeydə yox, kağıda mən çıxarıram. Yəni o da var. Keçərə nəzərə alır. Bəli. Ya belə. Ümid edirik ki, tamaşaçılar üçün maraqlı və əyləncəli, istədiyimiz ab-havanı yarada bilir. Mən bir çox şəxslərdən müsbət fikirlər almışam ki, həqiqətən də ortam yaxşıdır.
atmosfer maraqlıdır, fərqli qonaqlardır. Heç vaxt heç kimin görmədiyi qonaqlara çağırmağa çalışırıq ki, yəni ki, çox efirdə görünən insanlar istəmir də. Adam izləyir də. Bəli. Hə, nədə də Şəbnəm Tovuzlu görə bilərik. Bəlkə görə bilərik, gələ bilər. Studiyanın ödənişini eləsin, gəlsin, problem deyil. Siz yəqin bir il bir ödənişi nəzərdə tutursunuz da. Hələ ola bilər, ayısı, o da yaxşı məsələdir. Belə. Ümid edirik ki, suallara cavab verə bildik. Mən açıq fikirliyəm, da kənar danışanda deyirəm ki, bizim cəmiyyətdən bir çoxunda açıq fikrə hələ qəbul eləmirlər. Yəni ki, məsəl üçün bir ifadə işlədim ki, get yeməli bir şeydir. İndi görün o mövzuya nə qədər toxunacaqlar. Yəni onu qəbul elə, həzr eləyəm. Mənim şəxsi fikrim. Qəbul eləmirsə, normal fikirdə qəbul eləməliyəm. Amma baxın da görün nə qədər. Biz də onu istəyirik. Siz mənə görə qaza gətirdiniz. Bəli, təşəkkür edirik. Mən sizə təşəkkür edirəm. Bu kokteyl idi. Unutmayaq ki, hər epizod yeni bir kokteyldir. Növbəti kokteyldə görüşənədək.